Внимание мирового сообщества сейчас приковано. Нагорный Карабах снова пришла война. Тревожная ситуация в Нагорном Карабахе. Azerbaijan and Armenia. Armenia and Azerbaijan. Azerbaijan and Armenia can't. Gün alev alev başladı. Azerbaycan, Ermenistan. Yanınızdayız diyoruz. Qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatına başlaması barədə qərar verilir. Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin. Bəzi torpaqlarımız işğaldan azad olunub. Bizim əsgərimiz xilaskar əsgər. Biz haqlıyıq, biz zəfər çalacağız. Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərinin raketlərini atəşə tutub. Azərbaycan əməkdaşı İmam Musəvi Gəncədədi. Terror dövləti olan Ermənistan mülki əhalini Gəncədə yenidən raket atəşinə tutdu. Küçücük bir bebek çıktı. Cansız bedenine dokundum. Azərbaycan əhalisi qan görəndə qorxmuyor. Qan görəndən alborat qızışıyor. Ermənistan Silahlı Qüvvələri Bərdəni yenidən raket ateşinə tutub. Bərdə rayonunun mərkəzi dayanmadan raket atəşinə məruz qalıb. Günahsız insanların qisası yenə döyüş meydanında alındı. Talış kəndi ətrafındakı yüksəkliklər işğaldan azad edilib. Azərbaycan əskərinin ayağı bu dəqiqə Cəbrayıl torpağındadır. Cəbrayıldayıq. İşğaldan azad olunan torpaqlarımızda. Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıla. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir ahı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu həyatdan. Ruhum hər an sizinlədir. Şəhidlər torpağa yeni can verdi. İllərdir Qarabağ yaralı idi. O gün Qarabağda dastan yazıldı. Vətən torpağına göz tikənlərin alnına əbədi damğa basıldı. Vətənə canını qurban verərək ölümsüzlük yolunu seçdi şəhidlər. Torpağı düşməndən azad edərək ömürlük tarixə keçiş etdilər. Şəhidlər qoymadı ensin bu bayraq. Hər davası bir şəhidin ruhudur. Vətən iman yerim, vətən inancım. Bu vətən savaşı xalqın ruhudur. Bayraq kölgəsində şəhid məzarı. Bundan müqəddəs yeri tanımıram mən. Vurulsam, yıxılsam, yaram versə. Durub savaşaram, tanrı, buyam mən. Qansızan yaramdan öpürəm şəhid, öpürəm boş qalan çəkmələrindən, öpürəm savaşda tabloya dönən, o məğrur duruşu bağışlarından. Önəmli rolu olan Vətən müharibəsi, yəni zəfərimizin qazanılmasında
biz bu müharibəni bilirik ki, bizim torpaqlarımız işğaldan azad olunubdur. Ona görə sizə məlumat verəcəyəm Vətən müharibəsi haqqında. Bilirsiniz, yəni bildiyimiz kimi Vətən müharibəsi 2020-ci il sentyabrın 27-sində başladı. Bu Vətən müharibəsi zamanı bizim igidlərimiz, yəni Azərbaycanın qəhrəmanları Azərbaycan tarixinə öz qanları ilə, canları ilə tarix yazdılar. Selam asker. Demiştir ki gün gelecek ve bugün işgal altında olan torpaqlarda kaldırılan Azerbaycan bayrağı azadlık meydanına getirilecektir. Ve bugün geldi. Bu tarihi günün şahidi biziz, Azerbaycan halkı. Azerbaycan ordusunun neferlerini tebrik ediyor. Onları dualarla cepheye gönderen anaların ellerinden öpüyorum. Bunlar elə bir cəmaatının böyük dayağıdır, qazanalım. Bunu unutmaq olar. Bunlar cəmaatının, mən deyə bilərəm ki, fəxridir. Nəyiş elə qalsın, fəxridir bunlar. Demişəm ki, bizim 5 dənə şəhidimiz olubdur. Özdəki rəsmi şəhidimiz olubdur. Buna görə də bunların əvəzi yoxdur. Bunlara söz demək olmaz. Bunlar bir cavan şirin oğlan deyil. Bunlar cavanın hamısını qazanacaq. Bugün Azərbaycanımız dünyaya səs salan ölkələrdən biridir. Biz ölkəmizlə, xalqımızla, dövlətimizlə fəxr edək. Heç kəsə sir deyil ki, 200 illik müddət ərzində ermənilərin xalqımızın başını gətirdikləri oyunlar heç kəsin yadından çıxmayıbdır. İstər 1957-ci illərdə olan hadisələr, istər 1918-ci ildə, istər 1915-ci ildə, sonraki illərdə 20-ci ildə, 1948-53-cü illərdə, son dövrlərdə 1988 və nəhayət sonraki illərdə və 2020-ci ilin sentyabr ayına, noyabr ayına qədərki dövrlərdə biz ermənilərin xalqımızın başını gətirdikləri müsibətlərin şahidi olmuşuq, kitablardan oxumuşuq, tarixi xronikalardan görmüşük. Camaldın kəndi özünə məxsus kəndlərdən biridir. Bu kəndə yaşayan insanlar kəndə bağlı insanlardır. Doğma yurda, vətənə bağlı insanlardır. Biz bilirik ki, 30 ilə yaxın torpaqlarımız yağı düşmən tərəfindən işğalda saxlanıldı. 30 il müddətində xalqımız qəlbi qan ağladı.
Həm 92-ci ildə Sədərək döyüşlərində bizim kəndin igid oğulları qəhrəmanca döyüşərək Camaldın kəndi 2 şəhid verdi. Seyidov, Mirayyub, Mir Yusifoğlu və Əhmədov Məsum Əhmədoğlu öz şirin canlarını 92-ci illərdə vətən uğrunda fəda etdilər. Və o nəhayət 2-ci Qarabağ müharibəsində, Vətən müharibəsi dövründə də Ali Baş Komandan İlham Əliyevin çağırışına bütün xalqımız kimi bizim də kəndin oğulları səs verdi. Həm könüllülər, həm də öz xidmətini hərbiçi kimi yerinə yetirən bütün igidlərimiz vətənpərvər igid kimi döyüşlərdə layiqincə iştirak etdilər. Kəndimizin gəncləri də işğal altında olmuş torpaqlarımızı azad etmək üçün silaha sarılmış, şücaət göstərmiş, orden və medallarla layiq görülmüşdülər. Onların demək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız da ordenlər və medallarla təltif olunmuşlar. Belə ki, kapitan Şamil Babayev 33 nəfər içində Zəfər ordeninə layiq görülməsi bunun necə bir döyüşçü olduğunun bariz nümunəsidir. Həmçinin Hafiz Qasımov igidliyə görə medalı ilə təltif olunaraq öz şəxsi igidliyini müharibə vaxtı Füzuli cəbhəsinin 30 ildir düşmənin möhkəm şəkildə qurduğu istehkamları aşaraq Füzuli cəbhəsinin yarılmasında şücaət göstərmiş, igidlik göstərmiş, şəxsi igidlik göstərmiş. Bunun müqabilində də Cənab Prezident tərəfindən igidliyə görə medalı ilə təltif olunmuşdur. Biz onların hər biri ilə fəxr edirik. Bir müəllim olaraq bizim müqəddəs borcumuzdur ki, canlarını vətənə qurban vermiş şəxslərin əziz xatirəsini yaşatmaq, gənc nəslər, gənclərimizə, şagirdlərimizə onların şücaətlərindən bəhs etmək, onların xatirəsini hər zaman əziz tutmaq bizim bir müəllim kimi ən ümdə borcumuzdur. Cənab Əliyev, biz hazırıq və sizi əmin edə bilərik ki, bizim üçün nəticə bəllidir. Bugün də taleyiniz 1994-cü ildə olduğu kimi olacaq. Bizimlə hədə-qorxu ilə danışmağa çalışmayın. Azərbaycanlılar artıq Şuşadan cəmi bir neçə kilometr məsafədədirlər. Maksimum 5 kilometr. Nə oldu? Binaların birinde oturmuş özünü başnazir adlandıran bir adam. Görəsən bugün de mi bizi hədələməyə cürət edecek? Onun da çayı bugün İstintaq Təcridxanasında verilir. Burada özünü Xarici İşlər Naziri adlandırmış bir separatçı o vaxt
Elə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada təcridxanada verilir.